Deməli, məsələ ABC sınaq test toplusundan ümumi sınaqlardan sınaq 3, 8-ci məsələnin şərtinə baxırıq. Genetika aid məsələdir. Deməli, bu çarpazlaşma genotipli fərdlərin çarpazlaşmasına alınan fərdlərin hansı hissəsi resesiv əlamətlərin hər ikisinə malikdir, deyir. Deməli, gəlin birinci biz genotipi yazaq. Yəni, böyük A, kiçik A, böyük B, kiçik B, böyüksə, kiçiksə, çarpazlaşıbdır kiçiyə, kiçiyə, böyük B, kiçik B, böyüksə, kiçiksə. Demək, bu çarpazlaşmanı yazandan sonra biz bunlara monohibrid kimi baxacağıq. Deməli, birinci böyüyə kiçik yanı, kiçiyə ilə çarpazlaşdıraq. Buradan nə alacaq? Böyüyə, kiçiyə, kiçiyə, kiçiyə. Düzdürmü? Bir versiyamız bu. İkinci versiyamız B'lərin çarpazlaşmasıdır. Böyük B, kiçik B çarpazlaşır. Böyük B, kiçik B. Buradan böyük B, böyük B, böyük B, kiçik B, böyük B, kiçik B, kiçik B, kiçik B. İkinci versiya bu. Bir də S'lərin çarpazlaşmasına baxacağıq. Böyüksə, kiçiksə-nin, böyüksə, kiçiksə-nin çarpazlaşmasıdır. Böyüksə, 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 kiçiksə, böyüksə, kiçiksə, kiçiksə, kiçiksə çarpazlaşmasını əldə etmiş oluruq. İndi bizə deyir ki, bizdə 3 halda deməli resesiv əlamətlər rast gələ bilərik. Hansı hallarda? 1. A-nı dominant saxlamaq şərti ilə, görürsünüz, A-nı dominant saxlamaq şərti ilə resesiv əlamət üzə çıxma şərti, yəni böyük A dominantdır, kiçik B və kiçik C versiyaları. İndi baxırıq bu çarpazlaşmalara. Böyük A nə qədərdir? Nəsin? 2-dən 1 hissəsi. 2-də 1 vuraq. Kiçik B-lər nə qədərdir? 4-də 1. Kiçik C-lər nə qədərdir? 4-dən 1 nisbətdir. Bu nə qədər eləyir? 32-də 1. Düzdür? İndi B-ni dominant saxlayıb A-ları deməli resesiv və C-ni resesiv götürəcəyik. B-nin dominant versiyası burada nə qədərdir? 4-dən 3 nisbətdir. Düzdür? 4-dən 3 dominantdır. Kiçik A-larımız nə qədərdir? 2-dən 1 nisbət. Kiçik C-lərimiz nə qədərdir? 4-dən 1 nisbət. Düzdür? Bu nə qədər eləyir? 32-də 3 versiyasını almış oluruq. İndi deməli A-nı dominant saxladıq, B-ni dominant saxladıq, indi C-ni dominant saxlayacağıq. C-ni dominant saxlayıb A və B-ni bu dəfə resesiv götürəcəyik. C-nin dominantlıq şərti nə qədərdir? 4-dən 3-dür. A-nın resesiv şərti 2-dən 1-dir. B-nin resesiv şərti nə qədərdir? 4-dən 1 nisbətdir. Bu da eləyir nə qədər? 32-də 3. Alınan cavablarımızı toplayacağıq. 32-də 1, 32-də 3 və 32-də 3. Yazaq onda 32-də 1, üstə gələk 32-də 3, üstə gələk 32-də 3. O da bərabərdir 32-də 7. Yəni cavab A variantı.